Sayılar, salam, astronomik buraxılışımız başlayır. Kosmos haqqında söhbətlər heç vaxt maraqsız ola bilməz. Çünki kosmosda bizi maraqlandıran nələrisə tapmaq və kəşf etmək həmişə mümkündür. Bəs bir gününüzü kosmosda keçirmə imkanınız olsaydı, vaxtınızı necə dəyərləndirərdiniz? Bu haqqda süjetimiz var. Bir günlük kosmosa getmə imkanınız olsaydı, vaxtınızı necə keçirərdiniz? Birinci biz kosmonavtların yeməyini probləyərdik, keyf eləyərdik, ulduzlara baxardıq. Vaxtı özümüz üçün keçirdəydik. Nə bilim, kosmos havadı yoxdur. Əslində şeydir ki, hamısı yanında olsaydı, nəfəs qeyib yaşayardım burada. Nə bilim, burada dünyada yaxşıdır, ailə ilə birlikdəyəm, çox mehribanam. Yəqin ki, vaxt itirmədən ölkəyə qayıtmaq üçün, dünyaya qayıtmaq üçün yol axtarardım. Mən planetlərdə belə gəzmək istərdim, bir-bir hamısını üstə hoppana, ulduzlardan belə atmaq istərdim, aşağı dünyaya istərdim, belə bir şey istərdim. Böyük ehtimalla. Özümə yaşamaq üçün şərait yaradardım və gözəl ev tikərdim. İndi izləyəcəyiniz süjetimiz isə Azərbaycanda astronomiyaya töhfə verənlər haqqındadır. Azərbaycanın astronomiya və kosmonavtika sahəsində bir sıra görkəmli şəxsiyyətləri olmuşdu ki, onların fəaliyyəti elmimizin inkişafına mühüm töhfələr verib. Bu şəxsiyyətlər arasında kosmonavt Musa Manarov, astronom Həbibullah Məmmədbəyli, astrofizik Füzuli Fərəcov və digərləri xüsusi yer tutur. Musa Xiramoviç Manarov 22 mart 1951-ci ildə Bakıda anadan olmuşdu. 1974-cü ildə Moskva Aviasiya İnstitutunu bitirən Manarov 1978-ci ildə kosmonavtlar dəstəsinə qəbul edilmişdi. O 21 dekabr 1987-ci ildən 21 dekabr 1988-ci ilə qədər Soyuz TEM-4 gəmisində uçuş mühəndisi kimi kosmosda tam 1 il keçirmişdi. Bu müddət ərzində açıq kosmosda 20 saatdan çox fəaliyyət göstərmişdi. İkinci uçuşunu isə 1990-cı ildə Soyuz TEM-11 gəmisində həyata keçirmiş və kosmosda ümumilikdə 541 gün qalmışdı. Manarovun adı dünya kosmonavtika tarixində mühüm yer tutur. Həbibullah Cəfərqulu oğlu Məmmədbəyli 1 dekabr 1912-ci ildə Bakının Şağan kəndində anadan olmuşdu. O Leningrad Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində və Azərbaycan Pedaqoji İnstitutunda dərs demişdi. Uzun illər Azərbaycan astronomiyasının inkişafına xidmət etmiş, elmi tədqiqatları ilə ölkədə astrofizikanın inkişafına töhfə vermişdi. Azərbaycanın digər tanınmış astronomlarından biri Füzuli Fərəcovdur. O astrofizika sahəsində araşdırmalar aparmış və kosmik tədqiqatlarda iştirak etmişdi. Bundan əlavə kosmosa uçmuş Oleg Artemyev və Azərbaycanın kosmik tədqiqatlarında iştirak etmiş Ələkbər Mirqədirov da bu sahəyə mühüm töhfələr vermişdilər. Nəsrəddin Tusidən başlayan astronomiya tariximiz kosmonavtlarımızın uğurları ilə ölkəmizin əhəmiyyətini artırır. Azərbaycan artıq təkcə tarixi hissi ilə deyil, həm də müasir kosmik texnologiyalara verdiyi töhfələrlə beynəlxalq arenada öz sözünü deyir. Qonağımız Astronomiya klubunun təsisçisi Orxan Əhmədlidir. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. İstəyirik ki, bizə öz platformanız haqqında danışasınız. Necə oldu ki, bu Astronomiya klubunu yaratmaq qərarını verdiniz? Ümumiyyətlə, ilk öncə özümü təqdim edeyim, icazə verin. Biraz geniş təqdim edeyim. Çünki bu astronomiya ilə bağlı mənim özümün uşaqlıqdan bəri olan həvəsim, məni bu, yəni o astronomi klubu yaratmağa doğru gətirib çıxardan elə uşaqlıqdan bəri məndə olan astronomiya olan daha doğrusu həvəs idi. Elə uşaqlıqdan yaranan bir həvəslə oxuyaraq, bu barədə kitabları oxuyaraq, ensiklopediyalar, kitablar, yəni astronomiya haqqında alimlərin yazdığı məqalələr deyək, bunların hər birini oxuyaraq, araşdıraraq və oxumaqla qalmayıb, həmçinin orada yazılanları müşahidə şəklində göy üzündə axtarıb tapmaqla belə deyim, bu elmi yavaş-yavaş özümdə inkişaf elətdirdim və daha sonra bu klubu yaradıb və bu astronomiya elmini kütləyə inteqrasiya eləmək məqsədi ilə sırf klubu yaratmaqda məqsədimiz bu idi ki, astronomiya elminin cəmiyyət içərisində çox az tanınan bir elmdir, bildiyiniz kimi. Bunu kütləyə inteqrasiya eləmək məqsədi ilə bu klubu yaratdıq və hal-hazırda klubumuz fəaliyyətini davam etdirir öz axarı ilə, öz sürəti ilə. Klubumuzun izləyici sayı
Yəni həddindən artıq çoxdur və çox sevindirici haldır mənim üçün ki, biz bu elmi sözün həqiqi mənasında kütləyə az da olsa çatdıra bilirik. Aha. Dediniz ki, uşaqlıqdan sizdə həvəs yaranıb. Səmanı necə müşahidə edirdiniz? Səmanı müşahidə eləməyin iki üsulu var. Biz buna astronomiyada bir adi gözlə müşahidə deyirik. Bir də teleskoplar vasitəsilə, astronomik cihazlar vasitəsilə müşahidə deyirik. Adi gözlə biz göy üzünə baxarkən gecə buludsuz və ay işığının olmadığı gecələrdə, şəhər işıqlarından uzaqlarda səmanı necə müşahidə edirik? Yəni sadəcə olaraq göy üzünə baxaraq, bu işıq nöqtələridir deyərək keçmirik. Təbii ki, göy üzünü ilk öncə həvəskar astronomsunuzsa əgər göy üzünü tanımaq lazımdır. Göy üzü xəritəsini tanımaq lazımdır, bilmək lazımdır. Gördüyünüz, baxdığınız hər işıq nöqtəsinin nəyə aid olduğunu, ulduzdurmu, planetdirmi, və yaxud da bu ulduz hansı bürcə aiddir, bunları bilmək lazımdır ki, göy üzünü müşahidə eləyərkən sizin özünüz üçün ortaya yararlı bir, faydalı bir şey əldə etmiş olasınız. Yəni göy üzünə baxarkən bir işıq nöqtəsi görürsünüz. Bu işıq nöqtəsi bu ulduzdur. Bunun adı nədir? Göy üzü xəritəsində bunun yeri hardadır? Bizdən nə qədər uzaqlıqdadır? Bizim günəşimiz kimi ulduzdurmu? Ondan balacadırmı, böyükdürmü? Və yaxud da baxdığım işıq nöqtəsi hər hansı bir planet ola bilərmi? Bunu digər ulduzlardan necə fərqləndirə bilərəm? Bu müşahidə astronomiyasında buna adi gözlə müşahidə deyirik. İkinci müşahidə üsulu teleskoplarla müşahidədir. Biz həvəskar astronom olduğumuz üçün ancaq istifadə eləyə bildiyimiz cihazlar həvəskar teleskoplardır. Peşəkar teleskoplar daha dərin kosmik araşdırmalar aparmaq üçün vardır. Yəni bizim kimi həvəskarların ona əl çatma imkanı biraz olduqca zəifdir. Lakin yenə də biz həvəskar teleskoplarla belə öz günəş sistemimizdəki planetləri, öz qalaktikamıza aid olan dumanlıqları, ulduz topalarını, yaxın qonşu qalaktikaları müşahidə eləyə bilirik həvəskar teleskoplarla. Gəlin indi müşahidənin biraz başqa bir növündən danışaq. Əslində bu da gözlə müşahidədir. Siz dediniz iki növü var, gözlə və teleskopla. Bəs yaxından müşahidə necə? Kosmosda, səmada. Heç istəmirsinizmi uşaq vaxtı kosmonavt olmaq? Əlbəttə, bunu kim istəməz ki? Təbii ki, kosmosa səyahət eləmək, belə deyim, heç həvəskar astronom olmasaz belə, hər bir insanın arzusudur, deyək ki. Və mən düşünürəm ki, bu yaxın gələcəkdə kosmik turizm dediyimiz bir şey vardır ki, hal-hazırda yeni bir termindir, kozmik turizm. Yəni bunun yaxın gələcəkdə hər bir insan üçün nəinki əlçatan olacağına inanıram, hətta buna əminəm ki, yaxın gələcəkdə hər bir insan üçün əlçatan olacaq ki, kosmosdan ən azından yer kürəsini müşahidə eləsin. Kənardan yer kürəsini müşahidə eləmək. Bu təbii ki, qan dondurucu bir mənzərə olardı. Yəni mənim də ən çox arzuladığım bir şeydir. Siz kosmosdan yerə müşahidə etmə imkanınız olsaydı, ilk nəyə diqqət yetirərdiniz? Ən çox görmək istədiyim hadisə bir günəş tutulması zamanı ayın yer kürəsi üzərindəki müəyyən əraziyə düşən kölgəsini kosmosdan, kənardan bu mənzərəni seyr etmək, yəni çox arzuladığım bir şeydir. Sizcə astronomiya ilə bağlı hər kəsin bilməli olduğu 3 fakt nədir? Astronomiya ilə bağlı, yəni əgər siz astronomiya elmi ilə məşğul oluram deyirsinizsə, bu elmi öyrənmək istəyirəm deyirsinizsə, ilk növbədə ən sadə astronomik terminləri bilməlisiniz. Yəni günəş nədir, ay nədir, ulduzlar nədir, planetlər nədir? Bunlara niyə ulduzlar deyirik, niyə onlara o birisindən planet deyirik? Planetə niyə ulduz demirik, ulduza niyə planet demirik? Yəni bu cür sadə terminləri ən azından bilmək vacibdir. İkinci vacib olan fakt göy üzünü tanımaqdır. Adi gözlə göy üzünə baxarkən hansı bürcə baxdığınızı bilməlisiniz, hansı ulduzları gördüyünüzü, ən önəmli məsələn naviqasiya, ən azından naviqasiya ulduzlarını bilməlisiniz ki, göy üzündə insanlara ta qədim keçmişdən GPS sistemləri olmayanda dənizçilərin özlərinə yön verdiyi həmin ulduzlar var idi ki, onları ulduz xəritələrindən istifadə edərək öz istiqamətlərini, yönlərini tapırdılar. Baxın, həmin naviqasiya ulduzlarının yerlərini bilmək vacibdir. Planetləri göy üzünü müşahidə edərkən planetləri ulduzlardan ayırmağı bacarmaq lazımdır ki, yəni bu faktlar astronomiyanı öyrənməyin başlanğıcında duran ən önəmli nüanslardır. Bir sözlə astronomiya ilə maraqlanan insanlar əslində kosmosun sərhədsizliyini ilk başda başa düşməlidirlər. Başa düşməlidirlər, bəli. Yəni onu gözünüzün beyninizdə təsəvvürünü, bir fotosunu, formasını yarada bilməsəz, astronomiya elmini dərindən dərk eləyə bilməzsiniz. Baxın, mən kiçikdən nəhəngə doğru sadalaya-sadalaya getdim. Bizim planetimiz
bizim planet və peyk sistemimiz, yer və ay, bizim günəş sistemimiz, günəş, mərkəzdə günəş və onu ətrafında dolanan 8 planet və digər iri xırdalı göy cisimləri, kometlər, asteroidlər, meteoritlər və digər iri xırdalı göy cisimləri, hər bir planetin özünün peykləri və peyk sistemi və günəş sistemindən çıxdıq. Bizim qalaktika, bizim günəşimiz kimi 100-200 milyard ulduza ev sahibliyi eləyir. Bizim qalaktikamız kimi kainatda saya bildiyimiz 100 milyardın üzərində qalaktika, 10 trilyonun üzərində cırtdan qalaktika və hər birinin içərisində 100 milyardlarla ulduz mövcuddur. Yəni bu rəqəmi bir-birinə vurduqda kainatda var olan ulduz sayı, ulduz sistemlərinin sayı bu gün yer kürəsi üzərindəki bütün çimərliklərdə olan, sahillərdə olan qum dənələrinin sayından daha çoxdur. Aha, gəlin sadə fenomenlərlə davam eləyək. Sizi izləyən astronomiya ilə maraqlanan, sizi izləyirlərsə təbii ki, astronomiya ilə maraqlanırlar. İzləyicilərinizin sizə ünvanladığı ən maraqlı sual və ya suallar nə olub? Ən maraqlı suallar deməyək, suallar çox olur. Yəni elmi suallar, başa düşmədiyi, məsələn, hər hansı bir kitabdanmı, məqalədənmi, hər hansı bir terminə rast gəlir, bunu öyrənmək üçün. Məsələn, kainat genişlənir, mən bunu başa düşmürəm, çox xahiş edirəm, bunu mənə izah eləyəsiniz. Yəni bunu bacardığımız qədər izah eləməyə çalışırıq. Yəni bu maraqlı suallar həddindən artıq çoxdur. Ən çox mənim daha çox marağıma səbəb olan şeylər bizə qarşı olan əks reaksiyalardır. Əks reaksiyalar? Əks reaksiyalar. Yəni mən bayaq verilişin əvvəlində dedim ki, astronomiya elmi cəmiyyət içərisində çox az bilinən elmdir. Yəni məsələn, mən astronomiya ilə məşğul oluram, həvəskar astronomam deyəndə biraz səthi yanaşırlar. Səthi yanaşırlar. Ya göy üzündə sənin nə işin var? Yer üzü bəs eləmirmi ki, göy üzünə baxırsan belə. O cür əks yanaşmalarla qarşılaşır insan və əsasən də bu cür şeylər ki, onları kim hesablayıb? Mən bayaq saydım 100 milyardın üzərində qalaktika, hər birinin içərisində 100 milyardlarla ulduz gedib saymısan? İlk sual bu olur. Biz bunu, yəni bilirsiniz, həmin insanlara, buna görə də bizim məqsədimiz, qarşımıza qoyduğumuz məqsəd odur ki, bu bilgini, bu elmi, saf bilgini, saf elmi cəmiyyətə və bu elmi anlamayan insanlara, başa düşməyən insanlara inteqrasiya eləmək, onlara bunu ötürmək, çatdırmaqdan ibarətdir. Məqsədimiz sırf budur. Bəlkə bu səthi yanaşma ondan qaynaqlanır ki, Azərbaycanda bu elmlə bağlı kifayət qədər kontent, informasiya yaradılmır. Necə fikirləşirsiniz? Azərbaycanda astronomiyanı öyrənmək üçün hansı mənbələr, etibarlı mənbələr var? Etibarlı mənbələr var, bəli, əlbəttə ki, və onu da qeyd eləmək istəyirəm ki, çox təəssüflə qeyd eləmək istəyirəm ki, hal-hazırda astronomiya elmi orta məktəb dərsliklərindən yığışdırılıb. Bilirsiniz, keçilmir artıq. Yəni biz əvvəllər 11-ci sinifdə, bütöv 11-ci sinifdə bir astronomiya dərsliyi var idi, fənni var idi və astronomiya elminin inkişaf tarixindən tutmuş, bütün kainatın dərinliklərinə qədər olan sirləri barəsində, hətta ulduzların yaranması və onların içərisində gedən nüvə reaksiyalarının bu prosesləri belə izah eləyən çox gözəl bir dərslik var idi. Çox üzr istəyirəm, mən burada müdaxilə eləmək istəyirəm. Siz bayaq söhbətin müəyyən hissəsində də astronomiyanın tarixini mən soruşanda ki, astronomiya ilə maraqlanan insanların bilməli olduğu 3 ilk fakt nədir? Orada tarixi vurğuladınız. Yenə də vurğulayırsınız. Sizcə astronomiya ilə maraqlanan, elə olsun məktəb şagirdi, onun bilməli olduğu ilk şey doğrudan da tarixidirmi astronomiyanın? İlk şey deməyək, lakin astronomiyanın tarixini bilmək vacibdir. Nəyə görə vacibdir? Çünki astronomiya elmi, bayaq bu astronomiyanın tarixini izah edərkən söylədim ki, astronomiya elminin içərisində yanılmalar həddən artıq çoxdur. Çünki bu elə bir elmdir ki, ilk öncə fərziyyə ortaya atılır. Bu fərziyyəni dəstəkləyən biriləri ortaya çıxır. Bir astronomlar, astrofiziklər və yaxud da riyaziyyatçılar və yaxud da fiziklər ortaya çıxır ki, bəli, bu məntiqli görünür, bu doğru ola bilər. Gəlin bunu test eləyək. İlk öncə oturub bunu rəqəmlərə tökürlər, hesablayırlar. Rəqəmlər doğru söyləyirsə, deməli təbiətdə bunu test etmək mümkündür. Test edib müşahidə eləyə bilirlərsə, müşahidə bunu doğruluyursa, bu fərziyyə olmaqdan çıxır, nəzəriyyə olmağa doğru gedir. Baxın, bu sıralamanı bilmək olduqca vacibdir. Bu sıralamada birbaşa astronomiyanın inkişaf tarixinin içərisində yatır. Məsələn, 300 ildir ki, Newtondan bu yana ümumdünya cazibə qanununun işləmə formunu hər kəs qəbul eləmişdir. Bütün astronomlar oturduqları yerdə istənilən planetin, məsələn, 8 ay sonra hansı nöqtədə olacağını hesablayıb tapırdı. 8 ay gəldikdən sonra teleskopunu həmin nöqtəyə tuşlayır, şübhəsiz şəkildə həmin planeti həmin nöqtədə müşahidə eləyirdi. Birindən başqa. Merkuri.
Merkuri bu qanuna uyğun gəlmirdi. 300 il bunun cavabı axtarılıb. Ya Newtonun mexanikası səhvdir, ya da Merkuri təbiətin qanunlarına uyğun gəlmir. Aha. Bu ikisindən biri üzərində durulurdu daim. Einstein deyə bir alim ortaya çıxdı. Fizik, nəzəri fizikdir. Bu nəzəri fizik ortaya çıxdı. Mən bunu həll eləyə bilərəm dedi. Və ümumi və xüsusi nisbilik nəzəriyyəsini yazdı, hazırladı. Test olundu, sübut olundu və Merkurinin orbitindəki əyrilikləri, Merkurinin qəribə davranışlarını ümumi nisbilik nəzəriyyəsi şübhə götürməz bir şəkildə isbat elədi. Qanunsuzluqdan qanun yaradıldı. Yeni bir Qanunsuzluqdan qanun yaradıldı. Bəli. Nə maraqlı. Yəni Biz- bu Aha, buyurun, buyurun. çox üzr istəyirəm. Yəni bu astronomiyanın inkişaf tarixi dedikdə içərisində bu yatır. Dediyim bu yatır. Yəni biz 300 ildir ki yanılırdıq. Oradakı xəta payını tapa bilmirdik. Newtonun mexanikasındakı xəta payını tapa bilmirdik. Bunu həll edən Einstein oldu. Və kainatın ən gözəl nəzəriyyəsi deyirəm mən onun nəzəriyyəsinə, ümumi nisbilik nəzəriyyəsinə. Kainatın şübhə götürməz şəkildə ən gözəl nəzəriyyəsidir. O nəzəriyyəsi ilə yəni biz bu gün ümumi nisbilik nəzəriyyəsinin öngördüyü hər bir şeyi kainatı müşahidə eləyərək, test eləyərək, ölçərək müşahidə eləyə bilirik, tapa bilirik. Biz elmi fenomenlərdən söhbət əsnasında danışdıq. Gəlin elə astronomiyadakı kosmosla bağlı olan ən sadə məsələnin praktiki izahını görək. Planetlərin Günəş ətrafında fırlanmasını, bizə onu praktik olaraq necə göstərə bilərsiniz? Əlbəttə göstərə bilərəm. Deməli bildiyiniz kimi bizim Günəş sistemi kainatda müşahidə elədiyimiz digər ulduz sistemləri kimi adi bir ulduz sistemidir. Ətrafında 8 planet hərəkət eləyir və Günəş sistemi içərisindəki digər bayaq verilişin əvvəlində də dediyim kimi digər irili xırdalı göy cisimləri, asteroidlər, meteoritlər, kometlərlə birlikdə bütöv şəkildə bir sistem təşkil eləyir. Tək ulduzu var, adı Günəşdir və ətrafında dediyim kimi 8 planet. Mən bunu qrafik şəklində çəkib göstərmək istəyirəm sizə. Günəş sisteminin planetlərindən danışarkən bilməli olduğumuz ən vacib nüans Günəş sisteminin planetlərinin öz günəşindən hansı məsafədə yerləşdiklərini göstərməkdir. Bildiyimiz kimi planetlər Günəşdən bir məsafələri həndəsi silsilə ilə artır. 8 planet deyə hərəsinin öz orbiti var və bu ən yaxını Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri deyək. Baxın, bu çox səliqəsiz şəkildə alınıb, çox üzürlü sayın. Deyək bizim Günəş, birinci planet Merkuri, ikinci planet Venera, üçüncü üzərində yaşadığımız və kainatda bildiyimiz tək həyat formunun var olduğu planet hələ ki Yer kürəsi, Mars, Yupiter, Saturn, Uran, Neptun. Bunların aralarındakı məsafələr hər daim internetdən Günəş sistemi yazaraq deyə axtardığımız şəkildə bu şəkildəki kimi göstərilir. Lakin məsələ tamamilə fərqlidir. Deyək, Günəşlə birinci planet Merkuri arasındakı məsafəni 1 qəbul eləsək, çox üzr istəyirəm, sol əlimdən yazıram, 1 qəbul eləsək, ikinci planet Venera ilə Günəş arasındakı məsafə 2 olacaq. 1 Merkuri qədər də məsafədə. Sizcə yer kürəsi ilə Günəş arasındakı məsafə neçə olacaq? 3. Xeyr, 3 olmayacaq. 1 Venera qədər məsafə olacaq. Aha. Yəni neçə 4. Yəni bunu kilometrlərə çevirək və yaxud da metrlərə çevirək. Deyək ki, Merkuri ilə Günəş arasındakı məsafə 1 metrdir. Venera ilə Günəş arasındakı məsafə 2 metr olacaq. Yer kürəsi ilə Günəş arasındakı məsafə artıq Merkuri ilə Günəş arasındakı məsafə qədər deyil, Venera ilə Günəş arasındakı məsafə qədər olacaq, 4 olacaq. Marsla Günəş arasındakı məsafə artıq 8 kilometr olacaq. Və növbəti Yupiter ilə Günəş arasındakı məsafə düşünürsünüz ki 16 olacaq, eləmi? 16 olmayacaq. 64. Marsla Yupiter arasında nəhəng bir uçurum var, nəhəng bir boşluq var və orada asteroid qurşağı yerləşir. İrili xırdalı asteroidlərdən ibarət olan nəhəng bir boşluq var. Biz ona əsas Günəş sistemində əsas asteroid qurşağı deyirik. Daha sonra Yupiter, bu asteroid qurşağı 16-da yerləşir. Sonra Yupiter 32-də, sonra deyək Saturn 64 artıq. Uran, Neptun və bu formada həndəsi silsilə olaraq davam eləyərək aralarındakı məsafələr artır. Asteroid qurşağı necə kəşf olunub? Baxın, bu qanuna uyğunluqdur, bir qanuna uyğunluqdur. Bunu ilk görən alimlər hesablamalar aparırlar, görürlər ki, Marsla Yupiter arasında bir planetin yerləşə biləcəyi qədər bir məsafə var. Deməli, orada gözümüzdən qaçırdığımız hər hansı bir planet var.
Aha. Bunun axtarışına keçirlər və ilk kəşf 1801-ci ilin ilk günü yanvar ayının 1-də gəlir. Asteroid qurşağının ən böyük asteroidi olan Cerera asteroidi kəşf olunur və elə bilirlər ki, asteroid qurşağında sadəcə odur. Adını Cerera qoyurlar. Daha sonra bir neçə il keçdikdən sonra 2-ci asteroid, 3-cü asteroid, 4-cü asteroid, 5-ci asteroid və artıq 10 il keçməmişdi, minlərlə asteroid kəşf olunmuşdu. Aha, baxın, danışdığınız informasiyalar çox maraqlıdır həqiqətən də. Amma biz eyni zamanda da vurğulayırıq ki, Azərbaycanda məlumat almaq üçün bizdə kifayət qədər mənbə yoxdur. Bunu inkar eləmirik heç birimiz. Və siz öz kontentinizi yaradarkən hansı mənbələrdən istifadə edirsiniz? Belə deyim, mən bu klubu idarə eləyərkən, yəni bu klubda məlumatlar paylaşarkən, yəni öz belə deyim, bunu bir ahayişənlə çıxmaq istəyirəm sizlər üçün, yəni tamaşaçılarımız da bilsin. Bizim artıq klubumuzun özünün bir kursu var. Mənim rəhbərlik etdiyim bir kurs var artıq. Bu kurs daxilində biz onlayn dərslər keçirik. Bizim artıq demək olar ki, sayımız 35 nəfərə çatıb artıq kursda ki, 35 nəfər bizim onlayn dərslərimizdə oturaraq dərslərimizə qulaq asır. Biz astronomiyanın sadəliyindən başlayaraq mürəkkəbliyinə doğru bu elmi artıq onlayn şəkildə sırf sinif şəraitində belə deyim, lakin onlayn. Sırf sinif şəraitində bu elmi artıq dəqiqliyi ilə öyrətməklə məşğuluq. Bu bilgiləri hardan əldə elədiyimizi söyləyirsiniz. Dediyim kimi, ta uşaqlığımdan bu elmə məndə həvəs yaranandan bu yana əldə elədiyim bilgilər sayəsində, yəni yeni hər hansı bir kəşf olunduğu zaman dərhal axtarışa keçirik, dərhal araşdırırıq. Bu bilginin doğruluğunu, düzgünlüyünü, tam dəqiqliyinə qədər əmin olmadan bu haqda heç vaxt danışmırıq. Çox üzr istəyirəm. Əlbəttə ki, sizin uşaqlıqdan əldə etdiyiniz informasiyalar çox vacibdir, amma bizim üçün konkret mənbə adları çəksəz çox daha faydalı bir cavab olar. Bilirsiniz, astronomiya elmi elə bir elmdir ki, bu elmlə məşğul olan, mən başdan adını çəkdiyim Newtondan tutmuş bu yana bütün fiziklərin, riyaziyyatçıların, astronomların, astrofiziklərin yazmış olduğu kitablardır. Mənbə sadəcə budur. Həmin kitablar. Çünki astronomiya ancaq hesablamalar elmidir, hesablamalar və bu hesablamaların əsasında aparılan müşahidələr. Orxan, gəldiyiniz üçün təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun, mən təşəkkür edirəm. Siz də sağ olun. Çox məmnun oldum mən bu verilişə dəvət elədiyiniz üçün. Çoxdandır bu verilişdə iştirak eləmək istəyirdim. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Biz də həmçinin məmnun olduq. İndi isə maraqlı məlumatların vaxtıdır. Samanyolu qalaktikasında hər il 40 yeni ulduz yaranır. Bu isə kainatın daim dəyişən və dinamik bir struktura malik olduğunun göstəricisidir. Yetim planetlər astronomların fikrincə heç bir ulduza bağlı olmayan və kosmosda sərbəst şəkildə hərəkət edən planetlərdir və kainatda trilyonlarla belə planetlər var. Astronomların fikrincə bütün ulduzlar, planetlər, qaz və toz buludları kainatın yalnız 5%-ni təşkil eləyir. Geri qalan 95% isə qara maddə və enerjidən ibarətdir. Kainat sonsuzdur, kəşflər heç vaxt bitmir. Kosmos nə qədər hüdudsuz olsa da orada heç vaxt itmirik. Həmişə yeni nələrisə kəşf etmək üçün imkan tapırıq. Bugünlük isə vaxtımız sona çatır, ona görə də sizinlə sağollaşırıq.